Salam əziz ikincilər, sizləri kanalımda xoş gördük. Biz bugün 2-ci sinif ingilis dili iş dəftərindən səhifə 64 və 65-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Lesson 3. Happy Reader. Freddy the Food Monster. Freddy yemək canavarı. Gəl mətnimizi oxuyaq və tərcümə edək. This is Freddy the Food Monster. Bu Freddy'dir, yemək canavarı. And that is little Sally Sue. Və o balaca Sally Sue'dur. Freddy. I think about food. Mən hər gün yemək I think about food every day. Mən hər gün yemək haqqında düşünürəm. Sally Sue. Freddy, what's your favorite food? Freddy, sənin sevimli yeməyin nədir? Freddy. I like chocolate cake and pink ice cream too. Mən şokoladlı kek və həmçinin çəhrayı dondurmanı xoşlayıram. I don't like tomatoes. Mən pomidorları xoşlamıram. But French fries, yes I do. Amma qızardılmış kartofu, bəli. Keçək səhifə 65-ə. Sally Sue. Oh Freddy, tomatoes are good for you. Oh Freddy, pomidor sənin üçün faydalıdır. Freddy. I like chocolates and milk. Mən piçenyeləri və südü xoşlayıram. I don't like carrots and peas. Mən kökü və yaşıl noxudu xoşlamıram. Sally Sue. Freddy, cake ice cream and chocolates are bad for you. Freddy, kek, dondurma və piçenyelər sənin üçün pisdir. Eat apples, orange and bananas, please. Zəhmət olmasa alma, portağal, banan ye. Fruit is good for you. Meyvə sənin üçün faydalıdır. Çək tapşırıq 2-yə. Check Freddy's favorite foods. Deyir Freddy'nin sevimli qidalarını qeyd et. 1-ci check, 3-cü chocolates, 4-cü French fries. Deməli, Freddy'nin sevimli qidaları peçenye, şokoladlı kökə və kartof qızartması frisi. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Hələlik.